Namiq Ağazadənin bir videosuna daha hoş geldiniz. Bugün sizlerle beraber bu gördüğünüz Brawl Stars'ta sıfırdan 100.000 kupa olmaq bölüm 4'e gəldik deyə. Baxın bir dəqiqə yadıma salım. Bölüm 4'dəyik hə. E, Bugün sizlərlə beraber bu yerə qoyaram. Dynamite və Darlat demişdi bir dənə dostumuz, kardeşimiz. Ben de buradan ona özel bugün bakın bugün 8800 kupa yani olup açacağım Dynamite'ı. Onda başlayaq. Yine tek hesaplaşmadan başladım. İndi bir dənə savaş topu devam elə. Sonra savaş topundan zat devam eləyərik nakaftan. Mən də bugün 1000 kupa olarıq. Baxaq. Biraz geç kasılıram ama uşaqlar. Əlimdən gəldiyi qədər videonu uzun tutmağa çalışıram. Çox da uzun olanda maraqsız olur da. Nə qədər qısa olsa o qədər maraqlı olur. Sığdıramıram da bir dənə videoyu. Videonu da kəsmək istəmirəm. Mən hər şey görün istəyirəm onun üçün. Cabra El Primo. Ayda bu Dynamite kaptan məni öldürəcək indi. Mən bunu bir dənə alım bəlkə. Belə ala bilərəm görüm. Görüm aldım. Ağlı. Ezvin. Aha. Biz de Dynamite kaçacaq bu gün onsuz da. Bu arada uşaqlar like atıp abone olmağı unutmayın. Sizin dəstəklərinizlə mən hər gün video çəkməyə çalışıram. Normalda bayaq çöldəydim, indi evə gəldim, çox yorğunam. Sizə görə mən video çəkirəm. Aha, devam eləyək. 4 dənə görəv, tamam. 10 kredi. Bəlkə emzi də açarıq, bilmirəm. Dünən 3 dənə karakter açmışdıq. Bugün daha çox karakter açmağı fikirləşirəm mən. 1000 kupaya nə qədər karakter verirsə də day. Aha, devam. Uşaqlar, mənim adım Namiq dursun istəmirəm. Adımı dəyişdirmək istəyirəm. Xahiş bir dənə bu videoya yorum yazın da. Nə qoyum adımı? Adım nə olsun? Belə maraqlı, havalı bir isim istəyirəm. Qəşəng dursun. Ah, oradakı Edgar məni öldürərək qorxuram. Colt'la oynamaq da maraqlıdır. Mən biraz bugün deyənəcə Colt'la oynayacağım. Arada Edgar'a keçə bilərəm bu arada. Colt Edgar çünki ikisi çox güclü olurlar. Bax 2 dənə Edgar gəlir mənim üstümə. Ayda yox. Ayda yox da yox. Yox. Heç nə olmaz, nəysə enerjimizi yüksəltdə. Bunu uduzduq, o birisiləri qazanarıq. Amma mən deyən Edgar seçəcəm. Yəni niyə seçməyim ki? Seçirəm. Aha. Bu arada mənim səsim nədənsə arada videolarda, bəzi videoda çox çıxır, bəzi videoda az çıxır. O səsim niyə elə olur? Olduğunca da yüksək səslə danışmağa çalışıram. Chester bu arada Ezvin aldım sən qaqa. Gözlə. Aha, yandın sən. Sərtin yıldız gücünü də almaq istəyirəm. Mən onların slopbanda canları azalsın. Çünki belə heç bir fayda görmür. Bu arada Molkaltı da aldım ama səni də alaram bəlkə. Səhv yıldız gücünü seçmişsə, ayda alaram dedim. Bir dənə yıldız gücü seçmişdi, kalkan vermişdi ona görə. Ayda pis oldu ya, Allah keyfim pozuldu. Ay 4 gündə mən heç ana hesabımda bu qədər gələnmirəm. Burada uşaqlar yorumlarda ID'nizi yazın. Belə bir dənə dostumuz var.
Onu belə arkadaş ekləmişəm. Siz də ID'nizi yazın, sizə də dostluq atım. Bir gün 50 abunəniz olanda sizlə VS atarıq, kupa kasarıq. Ona görə siz də yorumlara baxırsınızsa bu dəqiqə ID-nizi yazın. Aha, devam edək. İndi baxaq oyunda kimlər var. O, bir dənə Edgar var, %100 kostyumu varsa məndən güclü. Yəni Edgar'la güvənənlər kostyum alır. Yəni mən indi Edgar'a kostyum almayacağam. Çünki daha qəşəng karakterlər çıxartmağı gözləyirəm mən. Yəni şu an məndəki karakterlər pisdir. Bu karakterlərlə heç mən bir dənə də karakter alma, şey eləyəm mən. Bunların hamısını yıxsanız bir üç elmas eləyir. Ayda bu Rico ona sıxır, bu mənə sıxır. Burada sən Rico öldürmək istəyirsən. Sən nə yaşıyorsan ay bu? Aha. Ayda yox. Aha, ikisi də öldü. Mənim işimə gəldi. Ayda yox. O Edgar'ı ala bilərəm. Aha. Yükü aldımsa Edgar'dan bu dəqiqə ağlasın. Burada günlük hədiyyəm boşa çıxdı uşaqlar. Maalesef. Burada mən səni aldım Edgar. Edgar'ı aldım. Ağlama yaxşı ağ. Qaçma, cabra. Neyse başım bura. Ağladı uşaqlar. Şeydi. Çox ağladı. Mən də buraxdım, dedim yazıqdır. Yazığım gəldi də. 13 nənəm şu an çox təhlükəliyəm. Qaçma. Neyse mən onu salmışdım. İndi buna sal bırak. Oy, saf aksesuarı seçir uşaqlar. Məni istəsə dondura bilərdi. Yox, Griffin aksesuarı. Biri bombadı, o birisi nədir bilmirəm. Onun üçün. Griffin bir dənə məncə o birisi aksesuarı daha yaxşıdır. Yerə bomba bırakması zaten. Belə Edgar'la dava eləyəndə qəşəng olur. O ölürdü. Yenə təbii ki bütün maçları kəsəcəm. Ay yazığım gələn Edgar. Cabra. Hop aldım. Aha. Bir dənə görevlərdə bir dənə də gizemlilərə baxım. Bugün də sizin üçün gizemli kasmağı fikirləşirəm. Ay yenisi gəlib. Bunu hər gün mənə verirsə uşaqlar, biz heç olmasa karakter bugün El Primo ilə kasacağam. Alın bunu. 200 altın. Bu arada məndən burada heç nə vermədi. Dedi ki, uçuyorum da var. Məsələn, səhər də heç nə verməyəcək, o birisi gün də heç nə verməyəcək. Yəni mən boşuna burada günlük hədiyyə verməyin. Dedi ki, onun yerinə sizə qızıl verəcək, heç qızıl da vermədilər. Mən bunu almaq üçün biraz 500 altın daha yığmalıyam. Yani bu gün onu da alarıq da. Çünki buradan 500 altın rahat. Baxın burada 1000 altın alıram. Rahat aldım onda. İndi yəqin mən bir çox maç 1000 kupa olana qədər çox maç kəsəcəm. Çünki baxın indidən 8 dəqiqə olub, hələ 3 maç keçib. Yəni sonra video uzuyur. Video uzayanda sıxıcı olur da dediyim kimi. Mən sıxıcı olsun istəmirəm, maraqlı olsun istəyirəm. Nə çox az uzunluqda olsun. Nə 5 dəqiqə olsun, nə də 1 saat olsun. Ortasını tapamıram mən. Ayda yox. Mən search-ə niyə açdım? Nəysə uşaqlar. Baxın. Nəysə mən indi dayandır bir neçə maç eləyim, siz sıxılmayın deyə. Həm sıxılmayın, həm video uzamasın deyə. Gözləyin. Aha uşaqlar davam edirik. Mən biraz indi sıxıldım. Birazdan yenə dayandıraram. Mən biraz kupa kastım. İndi bu turdan sonra 600 kupa oluruq. Ondan sonra 5 tur daha qazansam şey alırıq. Barlini. Mən bugün hədəfim neçə idi Allah. Birazdan baxaram. 800 kupa kimi bir şeydir. 800 kupa edib Dynamite açmaq. Hələ önümüzdə çox yol var. Hətta amma 1000 kupada bağlayacaqdım mən. Bu iş mənim üçün bayağı yorucu olacaq. Amma əslində video çəkəndən adama maraq gəlir də, eğlənirəm mən. Siz də xoşlayırsınızsa baxmağı,
yazın yorumlara. Mən daha devam etdirim. Xoşlanmırsınızsa kəsim. Yəni 600 olduq bu arada uşaqlar. Çünki baxanların elə biri ikisi abunə olur. Tahmini aldıq. Uşaqlar, mən burada əlimi çaşıb bayaq koltu gücləndirdim. Bilirəm bu çox malcadır. Aman ağarım əlimdəydi. Dedim indi koltu niyə gücləndirdim? Çaşdım əlimdəydi. Nəysə 650 50 eləyim. Bugün məncə video bayağı uzayar. Hə. İndi nə ilə oynayaq? Məncə biz bu gizəmli də alaq. Aynı anda da kupa kasaq. Hə, elə eləyək. Bugün hansı ilə kasaq? Burada o birisi videoda indi bir dənə karakter seçirəm. O birisi videoda hansı karakterlə kasım onu da seçə bilərsiniz. Baxaq. Bəncə El Primo ilə 8 bitin arasında qaldım. Çünki Karl'la kasamayacaq. 8 bit. 8 bitlə şansımızı sınayaq. Olmazsa El Primo. O da olmazsa Karl. Üçü də olmazsa məcburi day. Zorundayam. İndi baxaq. Əslində savaş qazanır. Tək hesablaşma oyuna demir. Yəni mən niyə lox kimi oynayıram burada tək hesablaşma? Gördüm 8 bitlə zaten heç birində tək hesablaşma alınmır. Keçərəm El Primo oyuna şeyə, savaş topu. Çünki El Primo ilə savaş topu çox maraqlı olur. O da olmadı 8 bitdən nakavda. O da olmadı bir Karl'la şeyə, elmas kapmacaya. Yəni hamısı üçün seçənəyimiz var. Al. Aha. Aldım. Bu arada 8 bitlə axırı. 8 bitlə axır. Baxın. Qaymaq kim getdi? Çox qəşəngdir bu arada. 8 bit qəşəngdir. Bu da OP karakterlərdən birisidir yəqin. Çünki bunlar elə botdur. Mən keç kupa kasmamışam şeylə. Bir də normal karakterlər gəlsin. Amma mən çətin istəyirəm. Biraz çətinlik çəkmək istəyirəm. 611. Bu yüzlüyü də alaq. Barliyə çox az qaldı. Mən biraz daha kasıb gəlirəm. Uşaqlar. İndi Barley yerinə kredi alacaq. Çünki Barley'miz var. Gözləyin gəlim. Belə 100 buradan alırıq. 100 buradan. İndi 160 kredi alaq. Bu arada uşaqlar, Ali erkən erişimə gəldi. Güncələmə gəlsin. Biz bunu bundan dəyişdirəcəyik. Bax uşaqlar, taktika. Hamısı taktikadır. Dəyişdirəcəyik Emz Aliya ilə. İlk gizəmli olduğu üçün də elə bir dənə destansı qiymətin olacaq. 950 gördüyünüz kimi, Mortis'də də gördüyünüz kimi 950 endirimində olacaq. Yəqin mən elə fikirləşirəm. Ya da eləcə buradakı fiyat üçündür. Eləcə 950. 950 endirim olacaq. Biz də o endirimdən faydalanacağıq. Allini tez bazar açacaq. Emza açacağımız yerdə Allini açarıq. Elə daha rahat kupa kasa bilərik. İndi 800 gəlim. Bu arada baxım nə qədər az qazanmışam. 5 qaldı uşaqlar. Bu tür sizə də göstərim. Nətər 8 bit oynadığımı görün. Mən yenə təbii ki 8 bit xoşlamadım karakterlərdən birisidir, amma neyniyək də. Buna qaldıq. Gizəmli üçün dəyərik. Amma gizəmli yoxdur, efsanevi olsaydı təmizləyərdi. Olmadı da. Gəl bu arada Ceki, səni mən çox qəşəng aldım. Bu arada telefon biraz donur. Biraz istiləndi. Bayaqdan kupa kasıram deyə biraz istiləndi. Telefonum da zəifdir. 6 il işlədirəm. 2 il 6 il telefondur. Gözdə. Aha. Səhv vursaydım mərmim qalmırdı. Ulti atsın bu arada. Ultimin eləcə aksesuarla işə yaradığını bilirəm mən. Aksesuar üçün də 7-ci səviyyə. Onun da pulu məndə. Yoxdur, onun yerinə Edgar'a yıldız gücü alacağım. Əslində yıldız gücü ona verir. Mən Edgar'a yıldız gücü almaq yerinə koltuq ala bilərəm bu arada. Mən Edgar'a onsuz da bedava verəcək də. Aha, 15 kazanma serisi elədim. Ona görə 15 verir day. 15 də tek atmaya yetir.
Ayda. Gözlüğümden. Biz hələ ikinci kasabadayıq. Super Ender. İstediğin bir Super Ender savaştıysa. Ha, anladım niye üstünde böyle bir şey yazıyor. Normalde kartçı mı olurdu? Kartın üstüne tıklayanda arkasında yazırdı. Bu arada Bulun şeyine geldik bu arada. Yemək dükkanına. Ora kimi geldik. Bütün Star Park'ı gösterir. O, tamam onda mən koltuğu gücləndirirəm. Çünki bizə bunu burada verəcək. Məncə mantıqlı. Hə. 11-ci səviyyədə burada eləyir. Burada da öfkəni verir. Sonra da fank açırıq. Oha çox rahat. Nəsə mən biraz rahatlıq oldu. Nəsə rahat gəldi. Bax. Tam bu turdan sonra usta bura kimi gələrik. Tam açdım mən Tarik. Bu gün də Dynamite açdıq. Aha bu qədər. Bu gün heç karakter açamadım kimi bir şeydir. The Dynamite nə bilim də. Həmən 1000 kupaya kimi kasacaqdım. 800-ə kimi yox. Yadımdan çıxıb. 800'e kimi yox. Bırakacaq. Yadımdan çıxdı neçə kimi kasırdım. Hə, 1000'ə kimi. Aşamalını açacaq bu gün. Yəni məncə böyük bir şeydir. Aşamalını açmaq. Aşamalı işimizə yaramaz, amma Propes işimizə yarayacaq. Propesin dəyişməsinə hələ bir ay var. Bir ay içində də alacağımız, oradan çox elmas verərik. Elmasla da heç olmasa bir karakter zad açarıq. Çünki bir dənə 29 elmasdır, 19 elmas kimi bir şeydir. Bir dənə Ender karakter. Mən niyə Emza Lox kimi öldüm orada? Mən niyə Mol kimi? Ay, çünki danışırdım. Yəni o qədər də. Yəni burada heç kimə söz demirəm. Özümə Lox deyirəm eləcə. Diqqətli ola bilərdim. Aha. Hara kimi gəldik? 800. 800'lərə çox var. Yoruldum uşağa. Nəysə sizin üçün dəyər. Sizin üçün hər şey dəyər. Nə olarsa olsun. Nəysə mən biraz daha kasıb gəldim çünki uzadı video yenə. Burada uşaqlar mənim kanalımın üçün TikTok hesabım da var. TikTok hesabımı şəkildə indi buralara zad qoyaram. Namiq Ağazadi siz də ora takip atın. Orada video gələcək. Orada şey haqqında. Burada çəkdiyimiz videoları arada paylaşacağım. Arada yeni bir içəriklər çəkməyə fikirləşirəm də, yəni yeni şeylər. Hələ uzun sonra video gəlməyəcək. Amma gələcək də. Bu yaxşıdır uşaqlar, bu. Məncə bu divarı qırmaq üçün, bu da mənim doldurmaq üçün. Əgər kodla dayanmadan vurmaq istəyirsə, yəni belə önəmli maçlar zatlarda bu. Belə bilmirəm də, bu bil ki daha rahat sıkışkanınıza köməkləyir. Bu da siz canı az olanları rahat öldürmənizə. Birlikdə yıldız gücü var. Hadi gözlə də bir dəqiqə. Mən bunu alacağım. Çünki mən normal divarı qırıb heç bir işimə yaramayacaq divarı qırmaq mənim. Aha. Devam eləyək onda. Heç olmasa o gizəmlini açaq. 1000 kupa eləyək gizəmlini açaq. Videonu bağlayaq da. Aha. Anda bayaq bir dənə Edgar'ı öldüm. Pis oldu. Tam videonu açacaqdım, bir dənə öldürdü. Oo. Devam. Bu arada bu ekran kaydedicinin otomatik çok pisdir, yəni açmır şeyi. Videoyu bağlamakta değil yani. Bağlayıb açanda çətinlik çəkir. Biraz da oyun donur. Həm ekran kaydedici ilə beraber olduğu üçün, həm də arka planda başqa bir şey işləyir. Gəl. Bu arada Bulun ultisini dəyişdirdilər. Çox qəşəng eləyiblər də. Həm yavaşlayır. Məncə o Ender'dən də Super Ender'ə qaldırmalılar. Heç olmasa destanssız da. Çünki bu xoşlanım karakterlərəndir. Özdə buna bir dənə ultisinə buff gəldi. Buffda o qədər güclü elədi ki şeyi Bulu. Yəni normalda xoşlamayanlar bile şu an Bulu çox xoşlayırdır. Ver bura kill, bedava kill. Aha. Aha, kardeşim.
Sadəcə xahiş edirəm bir şey çıxsın da day. Bezdirdi bu sevdiyisi. Bax bir. O gizemli 2. Efsanevi uşaqlar. Uşaqlar efsanevi. Baxaq nə çıxacaq. Siz də mən eyni anda like-a tıklayın. Xahiş edirəm və ayda mən bunun eyniyim. Mən şel oynayıram. Bir də heç olmasa istəyimi qəbul elədi oyun. Dedim bir şey çıxsın amma bunu mən heç gözləmirdim də. Yəni bu pis oldu. Ay Gizemli'den heç olmasa bir şey çıxsa inşallah bu turdan sonra. Aha uşaqlar görevimi qurtardım. Baxaq nə çıxacaq. İnşallah bundan böyük bir şey gözləyirəm. Nə qəşəng şeydi. Uşaqlar nə qədər faydalı idi ki. Mesela bir dənə daha açım bəlkə açacağam. Maalesef başqa işim gücüm yoxdur. Açaq. Səhər də başqa karakterlər verəcək. Bir dənə Edgar'a Koltaz ad versə səhər. Sonra onda ikisini açarıq. Bir tane də nə bilim də nəyəsə versin. Aha. Vur. Aha. Çek. Vur. Aha. Ben buralarda yine videolarda yandırmalıyım çünkü 21 dakika oldu video. Birazdan da yandırırım hiç olmaz. Uy. Ayha. Maraqlınız olsa göstərərəm. Aha uşaqlar devam edirik. Burada bir sürü görev tamamladım ama her El Primo'nun gizemli görevini tamamlayamadım. Of. Ne çətiniymiş o bu. 10 zafer kazanmaq. 100 kredi. Bu arada mən deyimizi kredi dahi almayacağım. O bir sezon. Ayda o bir sezon. Bəlkə biriktirim Alliyə zada işlətdim. Biriktirmək deyəndə də sezon qutarmadan qabaqda mən səhər sizə video atmadan qabaq girib dəyişdirirəm tez Allini. Sezon qutaranda çünki hamısı yığılır bir yerə. Aynı anda verir. O hamısı kredilər Alliyə getsin istəyirəm. Yəni şu an məndəki emzdəki bütün yığılım krediləri əslində Alliyə yığıram. Qoymayacağım emzaçısı. Emzaçısı Alliyə başdan açmaq zorunda qalacağam. İnşallah 950 kredi olar ilk gizemlidir diye. Elə olsa zordur. Hatta bir sezon daha yok da. Aha. Çaş o aha cabura. Lola cabura. Cabura əzdim səni. Baxın uşaqlar El Primo ilə oynamağıma baxmısınız yadımda deyil. Şu an baxırsınız bəs baxın. Hə baxırsınız. Cabura yat aşağı. Cabura. Hardadır bu hə cabura. Drago. Yəni nə gözləyirsən? Ejderhasına minəndə can çoxaldığını bilmir. Deyən mən də bilmirəm, can çoxalır. Cabra. Bu arada El Primo'na yük kasmaq asan demişəm. Mən də deyirəm. O 10 yüküb El Primo'lar hardan kasır? Hasan demiş əslində kasmaq. 4 tur qaldı. 4 tur. Son 4 tur. Burada nə var? İndi alacaq. Heç nə yoxmuş düzdür. Uşaqlar bu arada bu turdan sonra dostumuzun istədiyi Dynamite açırıq. Siz də yorumlarda istəyinizi belirtin. Sizin də istədiyiniz karakteri açaq. Aha, devam ediyorum. İndi video editləməsi çox uzun sürməsin deyə kəsirəm bu arada mən buralarını. Aha uşaqlar. İndi Dynamite gəlir hazırsanızsa. Dynamite veya Darlı demişti. Bəlkə Darlı da olar amma mən Dynamite xoşladığım üçün. Sizə keçən videoda da demişdim və Dynamite gəldi. Topçumuz.
Ben Dynamite dediyim kimi çox xoşlayıram, onun üçün bunu da əlimdən gəldiyi qədər gücləndirirəm. Mən Dynamite çox xoşlayıram. Amma görəmiz maalesef El Primo oynandı. Video 15 dəqiqə daha tutdu. Aha. Ay mən videonu dayandırmağı unutmuşam. Gözləyin. Aha uşaqlar, bu son turumuzdur. Son tur deyəndə gizəmli almaq üçün son turumuzdur. Video bu arada 25 dəqiqə olub. Aha. İndi videoyu məncə mən bunu gecə yayınlayacağam. Yəni bugün yayınlayacağam təbii, hər gün video yayınlayacağam demişdim. Mən bir gündə 2-3 dəfə video çəkib editləmək zorunda qalacağam deyən. Day. Ayda mən nə oldum sizə söz deyəcəm deyə. Day mən gündə 1-2 dəfə video çəkmək zorunda qalacağam. Onları editləyib hər gün bir-bir paylaşacağam deyən elə day. Çünki belə gündən günə çəkəndə editləməsi 1-2 saat olur. Onun kimi də axşam olur. Axşam qaranlığında da, buna baxın saat 9-un yarısıdır bu dəqiqə. Amma hava çox yaxşıdır. Bu gün hava gec qaraldı bizim tərəfdə. Hə. Şeydir. Bu saatdan sonra da kim baxacaq videoya? Onun üçün bu gün də əlimdən gəldiyi qədər videonu tez qısaltmaq istəyirəm ki, editləməsi də qısa olsun. Editləmə dediyim, mənim səsim dediyim kimi videoda az çıxır. Mən onu əlimdən gəldiyi kimi çoxaldıram. Özdə video piksel düşür. Burada güzəlini aldıq. Piksel düşür. Mən onu biraz daha kalitələşdirirəm də. Aha və bu Nita. Yox. Ayda mən bunu neyirəm, nəsə dursun. Bugün 1000 kupa olacaq dediksə, 1000 kupa olacaq. Getdik Dynamite-dan şansımızı sınayaq. Sizə nə? Bax. Mən yıldız gücüm olmadan bu arada Dynamite-dan oynayamıram. Aksesuar burada yıldız gücüm olmadan Dynamite-dan oynayamıram. Sorun, problem, uşaqlar, problem çıxdı. Mən aksesuar və yıldız gücüm olmadan oynayamıram. Yerə belə oynaya bilirəm, amma adamlar dondurmadan, bir də TNT-lərin üstündən zıplayamayandan sonra Dynamite-ın nə mənası var? Cabra, hop. Bu arada mən səni aldım. Biraz taktiksel oynamalısınız da. Dynamite-dan oynaya bilənlərin sayı azdır. Birisindən mənəm. Yəni çox yaxşı oynadığımı deyənmərəm. Təbii uduzluğumlar çox olur. Amma normal Dynamite xoşlamayanlardan daha yaxşı oynayıram. Çünki onlar Dynamite-dan oynayamadıqları üçün xoşlayamırlar. Mən oynaya bildiyim üçün xoşlayıram. Mən də oynayamasam mən də xoşlamaram da. Baxın bu da mən ilə oynayamır məsələ. Lox kimi vurur ora bura. Aha, Iron dəmir imiş bu. Nə qəşəng dəmirsən ha. Leon imiş. Mən elə biləm Iron yazır. Mən buralar gözümdə problem var idi. Burada mən 3800 nətər vurur ha. Bu nətər olur? Aha, sağ ol. Sağ ol. Aha, Dynamite-dan da gəldi. Bu arada Dynamite-dan səhər kasarıq. İndi gəldi. Hansı karakterlə oynamasam onunla verir. Dynamite-dan verməsə, amma bu səfər məni şaşırtdı. Onun üçün dedim Dynamite-dan verdi. Nəsə gördüyünüz ki, mən belə oynuyorum da Dynamite-dan. Onun üçün videonu burada da kəsəcəm. Uşaqlar, indi sizə nə tər Dynamite oynadığımı göstərəcəm. Part 2 kimi sayım bunu. İkinci dəfə göstərirəm. Amma mən uşaqlarım, vallahi saymıram. Bir an kayda açacağım deyə həm də telefon dondu. Yəni indi görəsiniz Dynamite-la nətər oynayıram. Aha. Dynamite-la oynamağıma. Bura kim baxanlara bir də mesaj deyirəm. Bura kim baxanlar yorumlara Dynamite kazanlara like atıram. Yorumlara Dynamite kazanlara
Amma direkt Dynamite yazmayasınız. Dynamite haqqında bir şey falan yazasınız. Mən də ona ürək atacağım. Axıra kimi izləyənlər, axıra kimi izlədim yazsın bu arada yorumlara da. Aha, bu arada sən getdin Uçrossa. Görsünüz nə qəşəng oynayıram. Məncə heç aranızda belə də oynaya bilənlər yoxdur. Bu hələ yıldız gücsüz aksesuarsızdır, yəni bir də yıldız gücsüz aksesuarlı görməlisiniz də bunu. Aha, getdi bax. Çox asandır da oynamaq. Çox xoşlayıram da mən Dynamite. 80 oldu. 120 kupa sonra bitiyor. Bitir də yəni bitir. Yəni 30 dəqiqənin üstünə çıxdı. Yenə 1 saat edir mənə girdi ufaqlar. Siz yenə rahat baxasınız. Amma bu havağa çatacaq ki. Axşam neçə çatar? 9-a 10-a çatar. O saatlarda da YouTube'da boş gəzən yoxdur məncə. Yəni o saatlarda %100 izlənməz o qədər. Aha. Yəni səhər o da abunələrimin qarşısına çıxar. Yəni mən də sözümü tuturam, amma siz hər gün baxasınız bu boş şübhəli. Cabra. Ay da yox, səhv işlətdim, amma yenə də olsun. Onsa ultimi çox tez dolduram. Bu arada mən bir öldürməyə bayılıram. Çox xoşlayıram, amma Pəm öldürdü yəni. Pəm öldürdü. Getdin sən. Cabra. Bam. Öldün çıx. Hə. Aha. Yəni bundan sonra video nə qədər olur olsun. 30 dəqiqə keçəndən sonra usta hər hal şey də uzayacaq. Aha. İndi bax. Mən buraları yenə kəsim məncə. Videonu da səhər paylaşmaq istəmirəm də, yəni hər gün paylaşacağım dediyim üçün indi kəsməliyəm buralarını. Uşaqlar, sizin video çəkəndən nə qarmanız gərək? O getmir karakter valla. Baxın. Şansa da bilməm gedir, bax düşdü. Video çəkmək istəyirsinizsə, hələ kanalına təzə açmış şeylər varsa, kanallar varsa elə az abunəli mənim kimi. Məncə sizə indi taktik verəcəm. Yəni birinci videonuzda özünüz eğlənməlisiniz. Yəni yalandan eləmiş kimi eləməməlisiniz. Mən eğlənirəm şəxsən. Öz videonuza edit eləməlisiniz. O hamı eləyir. Bir də öz videonuzu izləməlisiniz. Yəni öz videonuzu izləyə bilirsinizsə hamı izləyə bilər. Siz izləyə bilirsinizsə hamı izləyir. Yəni özünüz gördünüz sıxılırsınız, deməli ki millət də sıxılır da. Siz də videolarda bunu, yəni mən özüm izləməyi də izləyirəm də videolarımı. Belə video çəkəndə də eğlənirəm. Editdə belə səsimi zat çoxaldıram, kalitəsini artdırıram. Lazım olan yerə yazı şəkil zat qoyuram. Yəni bunların hamısını eləyirəm yəni məndə. Kanal çox məndə tez böyümür. Amma yenə də heç olmasa böyüyür də. Heç olmasa yavaş da olsa əməyimlə belə yavaş böyüyür kanal. Siz də bunları eləyin məncə. Yəni nə qədər yenə də səsimi editdə çox açsam da az çıxır. YouTube'a yükləyəndə həmişə kalitəsiz zətdir düşünəsə. YouTube'un öz problemləri var. Onu YouTube düzəltsin. Bu arada mən öldüm bir mal kimi.
Bu arada indiyə kimi ən çox kasım kupadır bu. Yox, Edgar'ın 276, 226 kupa kasmışam. Onda devam kupa kasmağa. Uşaqlar, mən istəmədən Dynamite'ın gizemlisini də açdım bu arada. Bundan bir şey çıxsın. Hadi. Ay. Yaxşıdır bu arada, amma mənə yaxşı deyil. Yəni qəşəngdir, yəni xoşladım, amma işlədərəm də bu arada, hatta gördüyünüz kimi işlədiyəm. Şuraya koyayım, bu burada dursun. Bunu da çıxartsam, hatta açım. Aç geçsini. Şeydi. Mən Colt main olacağım deyəm bu hesabdan. Sevdiğin savaşçının Colt eləyim. Yəni nə qədər bayaqdan Dynamite'dan hava atıyor olsam da bir yerdə də Colt xoşlayıram da. Nə qədər bayaqdan Colt'la hava da atsam, Colt məncə havalı karakterdir. Hə, mən sonra deyirdim, yadımdan çıxdığı üçün başqa bir mövzu açıram. Bayaq deyən neçə demirdim, sözümü qurtarmışdım. Videodan yəni saniyəsinə baxdıqca əsəbləşirəm, amma siz bir anda sizin ağlıma gəlirsiniz. Video uzun eləməyə dəyər deyirəm. Amma izləsəniz də şu an %100 max mı? Max aldıq. Yəni videonun yarısına kim baxmamışsınızdır. Mən öldüm indi də. Nə qədər Dynamite'la yaxşı da oynasam bir sürədən sonra adam sıxılır tabi. Onun üçün geridən Colt'a. Deyəm burada bu hesabımda Colt main oluram. İkinci hesabımda Kit mainiyəm. Ana hesabımda da nə idi malımı? Hə, Frank mainiyəm. Hər hesabda xoşladığım karakter dəyişir. Yəni Brawl Stars'da mən danışamıram yine. Brawl Stars'daki hər Brawl Stars'daki bütün karakterlər qəşəng deyil o qədər də məncə. Yəni bəzi karakterlər var, keç gəlməsin istəyir adam bəzən. Mən burada aldım bu aksesuarı, yaxşı elədim. Əgər aksesuarı almasaydım bu dəqiqə Edgar'a ya öldürdüm ya əlimdən qaçırdı, axırda məni öldürürdü. Vaxtında internetim var axı mənim, niyə basırsan? Yoxdur. Ay uşaqlar, gözlə internet alıb gələm. Alımı dedim saçma ama bağladım interneti. Niye bağlantı kesildik? 1000 kupa olmağa icazə verməyəcək də bu oyun. Almışam nəsə yenə kupa mupa. Ay Poco açırmışıq, mən indi satırım. Yes, Poco açdıq. Çox güclü karakteri açdıq. Burada Poco xoşlayanlar vardır %100 aranızda. Poco xoşlayanlara sözüm yoxdur. Poco bəzən güclü ola bilir. Bu arada bütün pulum Poco'ya bastım çünki dediyim kimi heç bir səviyyəlik karakter olsun istəmirəm hesabımda. Ha şu 1000 kupa eləyəcəm deyə də kaş deməsəydim ya. Çünki bu halları həqiqətən sadə də baxın, sizin qabağınızda göstərirəm. 1 saat olacaq ən azı, yəni. Nəysə, əslində az qaldı. 30 kupa 3 tur daha qazanmalıyam. 3 tur. Məncə qəşəng ilerlədik bugün 500 kupa ilə. Bugün rekorumuzu qırdıq kupa kasmada. Dünən 200 kupa idi. Dünən də 100 kupa kasmışam. Amma mən niyə belə eləyirəm? Dünən 100 kupa kasmamışdıq. Ya 500 kupa idik. Dünən 300 kupa kasmışdıq. On qabaq 200 idi. Olsa birinci bölümə necə tanıtım 3 idi. 3'ünü idi də yəni. Tanıtımı görə eləmişdim. Yəni ilk videoydu deyə həm qısa tutmuşdum onu. Bu arada alamadım, qıcıq oldum. 4 tura qaldı. Həm də elə 40 dəqiqə olur. Nəsə bağla. Bu dəqiqə videonu da sizə video çəkdiyim üçün əsəbləşmirəm. Sizə videonu geç çatdıracağam, onu əsəbləşirəm. Səhərə çatdıra bilərəm çünki. Ayda danışamıram. Videoda nə danışa bilirəm, nə danışanda oynaya bilirəm.
İkisi də bir-birinə qatmışam. Bu arada bu son turlarımızdır. Çünki 1000 oluruq. 1000. Biz belə 100.000 nətər kasacağıq. Biz də 100.000 kupa kasmalıyıq. Yəni sizin dəstəkləriniz artdıqca, yayınlar açıldıqca, abonelərlə tabii yayınlar açıldıqca, təbii ki də eləyəcəm bunu. Sizin dəstəkləriniz olmasa, mən bunu heç vaxt eləyə bilmərəm. Bu arada aldım səni ağla. Oyda. Bək ölürdüm, qorxdum. Bazı da aldım. Gördüğünüz kimi kod qəşəng karakterdir. Məncə bunu heç olmasa destansiya gizemliyə zada qaldırmalılar. Çünki bu Ender'i hak etmir. Ayda yox. Yox da yox. Mən belə fikirləşməmişdim bu Cold VS'sini. O kadar tərifləyəndən sonra bu arada 11 kupa kaldı. Yani kazanma serim vardır. İnşallah var. Kazanma serim var. Bunda birinci olsam kurtarır her şey. Her şey bu tura bağlıdır. Gördüğünüz kimi uşaqlar, videoda neçə turu kəsdim. Hələ mən neçə tur oynadım, onu da fikirləşin. Kəsdim, yenə də təsir eləmədi də. Yenə də video uzun oldu. Siz hələ çoxu turu görmədiniz. Mən neçə dəfə uduzdum, neçə dəfə qazandım. Mən də özdə tez əsəbləşirəm. O biraz tez əsəbləşirəm bir şeyəm. Adamam. Ay da bırax da şeylə nə yapışsan mənə. Nəsə bu turdan sonra onsuz da videomu bağlayırıq. Çünki 1000 kupa olub aşamalını açırıq. Yəqin ki bir-iki video sonra aşamalı oynarıq. Çünki indi aşamalıdan xoşum gəlmir. Çünki əsəbim təmiz pozulur aşamalıda. Aşamalı oynasam özdə kupa vermir aşamalı. Yəni video dışında bəlkə sonra kasaram. Amma yaxınlıqda yoxdur. Çünki bugün sizə hələ videonu çatdırmalıyım. Bu arada əməklərimin qarşılığını almıram. Elə fikirləşəm. Hadi vur. Aha aldıq. Bugün bu arada uşaqlar bir dənə efsanevi, 2 dənə gizemli açdıq. Məncə yenə qəşəng şeylər çıxartdıq. Bir tur qaldı uşaqlar. Video geçid hızlı sizə görə elə deyirəm. Çünki siz gec izləyəsiniz. Həm mən yorulacağam. Akşam da izlənməyəcək. Çünki gündüzləri heç olmasa da mən qarşısına tıklayır. Axşamları heç %100 YouTube'a girən yoxdur. Sevgili arıyormuş. Sevgili axtaran var Brawl Stars'da. Uşaqlar keçən gün bir dənə video görmüşəm. Minecraft'da özünə sevgili tapıb. Adamlar nətər özlərində sevgili tapır. Vur. Kimi aldım heç kimi. Kimisi öldürdüm, kimisi yedim ama. Ada ver bura kill mənimdir. Yox. Darlı qəşəng karakterdir bu arada. Neyse aldık. Aha şükür. Düz 1 saattir sizə görə uğraşıram ama sonunda dəydi ufaqlar. Axırı ki gördüğünüz kimi. Of. Çok yoruldum. Ama dəydi. Buradan da bunu alaq. Heç kostümümüz yox idi. Bu gün də bir dənə kostümlə çıxaq da. Bir karakter, bir kostüm. Yaxşı. Bir karakter, bir kostüm. Nəysə uşaqlar, bir videonun daha sonuna gəldik. Like atıp abone olmağı unutmayın. Xahiş edirəm. Sağ olun, salamat qalın. İndi görüşənədək sağ olun.